migrenlə bağlı çox adam, səhər tezdən bir dostumuz var, o da mənə Sabirabad rayonundan yazır ki, deyir, başının arxasından ağrı tutur, vurur gözünə. Keçmir ki, keçmir başının ağrısı. Yəni bu migrendir yoxsa elə sistematik baş ağrısı? Maşallah Sami bəy, sən ən yaxşı migren doktorusan. İnan sağ deyirəm, mən baxıram da həkim verişlərinə, mənim dəvət ilə çoxuna getmir. Çünki sual o qədər primitiv olur, o qədər uyğun olmur ki, bilmirsən nə cavab verəsən. Suala məndən cavab verim ki, o da efirdir, canlı efirdir, pis vəziyyətdə qalmasın. Özün də məni deyirlər, niyə cavab verdin, o xətrinə dəydin? Deyirəm, cavab verməsəm deyəcəklər ki, elə bu da başa düşmə, yəqin bilmədi deyən o. Görsən, dedim, qoy o epilepsiya cavab verək ki... Migren xəstəliyini Seyfəddin doktor çox gözəl təbii onun müalicəsi, hələlik dünyada iynə dərmanla müalicəsi yoxdur. Biz indi şükürlər olsun Azərbaycanda təbii sularla insanları baş ağrısından azad edirik və böyük bir faizdir baş ağrısı. Azərbaycanda haradasa əhalinin 1 milyon 800 min adamın baş ağrısıdır. Bu boyda adamın, xüsusilə qadınlarda daha çoxdur. Görürsən ki, külək dəydi, başını yudu, qurulamadı, yuxusuz oldu, ac oldu, menstrual sikl aybaşı yaxınlaşdı, ya qutardı. Həmin dövrdə baş ağrıları tutur. Kişilərdə də yuxusuz qalanda, ağır fiziki iş olanda və yaxud genetik. Qız, qadın, kişi fərq eləmir. Ən çox görürsən, tutur nə vaxtı? Genetik. Anadan keçmə, atadan, babadan, nənədən keçmə. Təbii ki... Kişilərdən yaxşı. Hə. Və onda xüsusilə də bu dövrü yaşayan adamlar o baş ağrısı nə olduğunu bilir. İnanın ki, az qalır başının divarı. Deyir, ölmək istəyirəm, mən həyatımı qurtarmaq istəyirəm, baş ağrısından qurtara bilmirəm. Orada da, təbii ki, orada bir Cahangir doktor kimi aparıb gedəndə ora, o şikayəti deyəndə alınmayacaq. Mən öyrəşməmişəm. Mən də onu deyirəm də. Məni çağıranda, o dəqiqə deyirəm, səni çağıranda deyir ki, ya günlər doktor çağırır. Doktor, tibbi terminlərdən danışır. Elə həkimlərimiz var ki, gələndə tapşıram, deyirəm ki, digər həkimlərimizə, bax, müəyyən şeylər var ki, onları üstə örtülü danışın. Əvvəl mən də alışa bilmirdim. Artıq bilirsiniz ki, biz məqsədimiz, məramımız insanlara kömək etməkdir. Ki, insanlar bilsinlər ki, vəziyyət nədir. Çünki çoxu menstrual sikl sözünü bilmir, rus dilindədir. Sən öz dilində deməlisən də, başa düşür axı. Hə, doktor, yəni... Qızardı müalicəsini təbii sularla müalicə eləyirik. İnsanları